gün ta qədimdən istifadə olunan qızıl rəngində, qızıl dəyərində sarıkökdən danışmaq istəyirəm. Sarıkökü bu qədər dəyərli eləyən onun tərkibindəki kurkumin maddəsidir. Kurkumin iltihab əleyhinə və antioksidant təsir göstərdiyi üçün infeksion xəstəliklərin müalicə profilaktikasında, immunitetin gücləndirilməsində önəmli yer tutur. Sarıkök maddələr mübadiləsini sürətləndirir, şəkəri tənzimləyir, xolesterini aşağı salır. Həmçinin qan sulandırıcı təsiri olduğu üçün beyin və ürək sağlığını dəstəkləyir. Mədə-bağırsaq xəstəliklərində, köpü olanlarda, sancısı olanlarda sarıkök çox müsbət təsirini göstərir. Sərbəst radikalları blokladığı üçün xərçəng xəstəliyinin müalicəsində, profilaktikasında yeri olduğu elmi məqalələrlə, elmi işlərlə sübut olunmuşdur. Sarıkökü suya qatıb, südə qatıb istifadə eləmək olar. Yeməklərdə, salatlarda istifadə eləmək olar. Bir də biyoyararlılığını artırmaq üçün, sorulmasını artırmaq üçün qara istiotla və zeytun yağı ilə birlikdə istifadə etmək tövsiyə olunur. Lakin gündə 2-3 qramı keçmək olmaz. Xüsusən də şəkərli diabeti olanlar, ürək qan damar sistemi xəstəliklərindən əziyyət çəkənlər, qan sulandırıcı dərman içənlər və hamilələr diqqətli olmalıdır, gündəlik sutkalıq dozanı keçməməlidir.